Yeməyi də özümüz bişiririk. Day bu nə səhər yeməyi seti oldu deməyin, əslində bu çox maraqlı bir konseptdir. Bura ailəmizlə, xüsusilə yayda ən çox sevərək getdiyimiz İskele restoranıdır. Burada çox əla, hətta deyərdim premium səhər yeməyi seti var. Yəni bir səhər yeməyi setini düşünün ki, burada qızıl balıq belə setdə var. Bundan əlavə olaraq mənə maraqlı gələnlərdən çiyalı, manqolu pudinq də var. İsti yemək seçimi isə adam başıdır. Neçə nəfərsizsə o qədər də isti yemək seçə bilirsiniz. Biz həm pomidor yumurta, həm kükü, həm göz yumurta, həm də mənim hazırladığım sucuqlu yumurta seçdik. Setdə mənə görə maraqlı olanlardan çox xırçıltılı kruasanlar, sırniki və börək var idi. Hər biri ləzzətli idi. Masada nə görürsünüzsə bu setə daxildir. Siqara, börək, qızardılmış sosiskalar, bal, qaymaq, xama bir-bir sadalamayacağam. Çünki ərzaq həqiqətən də çoxdur və doğrudan da keyfiyyətli ərzaqlardan istifadə ediblər. Bir sözlə çox razı qaldıq. Sizə də bura getməyi tövsiyə edirəm. Qiymət isə adam başı 30 manatdır. Ən əsası və xoşuma gələn digər məkanlardan fərqləndirən həftə sonları səhər saatlarında da burada canlı ifanın olmasıdır. Terası artıq açılıb, bağlı qapalı zalları və əlavə kabinetləri var. Çox da gözəl fotozonaları var. Aşağıda səhifələrini qeyd edəcəm.